Xocavəndi həmçinin Çartaz kəndini gəzdik. Orada təmir olunan evləri sizlər üçün təqdim edirəm. Yetki uğursudan içi kulak koydu. Qırmızı Bazar Hadrutdan Çartaz Xocavəndə gedən yoldur. Çox möhtəşəm görünüşü var. Keçən səfər də sizə vlog şəklində paylaşmışam. Burada gördüyünüz kəndlər Sos kəndi, Kiş kəndi, bu yox, bu özü Çartaz kəndidir. Ancaq bu kəndləri də kadrlara almışıq, amma tam hansı, hardadır bu barədə məlumatım yoxdur. Burada gördüyünüz Çartazdır. Burada bəzi evlər təmir olunub, hal-hazırda köç yoxdur. Hər halda yaxın zamanda olar. Çartazda olan evlər möhtəşəmdir. Niyəsini növbəti dəqiqələrdə biləcəksiniz. Bir növ Hadruta bənzəyir. Uşaqda bir fərqi yox. Xocavəndin Hadrutdan sonra ən gözəl və ən böyük kəndlərindən biri Çartazdır. Çartaz əsasən Xırman deyə keçir. Bəziləri Çartaz, bəziləri Xırman deyir. Güney Xırman, Quzey Xırman var. Biz güneyi gəzdik, quzey isə digər tərəfdədir və evlər möhtəşəmdir. Belə qıraqdan baxdığımızda çox gözəl görsənir. Hətta bir şəhid ailəsinin evini də gəzdik. Növbəti dəqiqələrdə paylaşacağam. Burada da düşdüyüm maraqlı bir abidə vardı, ona da baxdıq. Tam onun haqqında məlumatım yoxdur. İnşallah ki, araşdırıb onunla bağlı da bir video çəkərəm. İndi sizə təqdim etdiyim ev şəhid ailəsi üçün Çartazdan hazırlanan evlərdən biridir. Çox möhtəşəm evdir. Onlar ən yaxşısına, ən gözəlinə layiqdirlər. Çünki bu həyatda itirdikləri insanı torpaq uğrunda itiriblər. Xeyirliklə yaşasınlar, sağcanla yaşasınlar. Çartazda bu evi görəndən sonra həqiqətən də daha da sevgim artdı. Evləri dizaynı tamamilə fərqlidir. Yəni bir villa, kiçik villa kimi görsənir dizaynı, çox maraqlıdır. Burada aşağıda sanitar qovşağı, həmçinin 2 dənə boş otağı yerləşir. Yuxarıda isə 4 otaqdan ibarətdir. Həmçinin bir qonaq otağı və mətbəxi, hər biri böyük və geniş idi. Və təmiri də çox gözəl olmuşdu, amma hal-hazırda tam təmir olunmamışdı. Möhtəşəmdir. Sanitar qovşağı aşağıda yerləşir. Hər halda burada tam təmir olunmayıb. İndi isə sizə çölünü təqdim edirəm. Möhtəşəm 2 dənə üstü bağlı yer var idi. Bura daha yaxşıdır, faydalıdır. Biz özümüzdən bilirik, biz özümüz düzəltdirəcəyik. Bizdə belə bir yer yoxdur, amma kənd yerində faydalı, yəni bir navesti deyək. Bir mənzərəsi də çox gözəldir. Buradan baxıldığı zaman təbii ki, Hadruta çata bilməz, amma Çartaz ən azı Hadrut qədər gözəldir. Burada da yolumuza davam edirik. Çartazda olan obyektlərdir. Bunlar yavaş-yavaş təmir olunur. Hər halda yaxın zamanda hər biri fəaliyyətə veriləcək.
Çartazı gəzmək əslində çox maraqlıdır, amma Çartazda qalmaq necəsidir, bu barədə məlumatım yoxdur. Yolları çox maraqlıdır, evlərin yerləşimləri çox maraqlıdır. Düzün desəm, mən çox dağ ətəyi yerlərdə olmamışam. Ancaq Qarabağda olan evlər həqiqətən möhtəşəmdir. İnşallah ki, hər kəs öz yurdunda, öz yerində sağ-salamat yaşasın. Burada isə yolumuz artıq Xocavəndə doğru gedir. Mənzərəni də sizlər üçün çəkdim. Bu mənzərə telefonla göstəriləcək bir vəziyyətdə deyil. Artıq burada Xocavəndin mərkəzi küçəsinə giririk. Burada Fekarı var, hardadır? Fekarı qabaqdadır, solda. Bunlar isə keçmiş məcburi köçkünlər üçün təmir olunan binalardır. Çox möhtəşəmdir. İrəliyən dəqiqələrdə videosunu çəkmişəm. Bura erməni qəbirstanlığıdır, səhv eləmirəmsə. Burada da yeni tikilən binalarda çox qəşəng çəkmişəm. Paylaşacağım içini də inşallah. Çox gözəl, heyrətamiz yerlərdir. Möhtəşəmdir hər bir yeri. İşte burada da quşların səsi gəlir. Yavaş-yavaş burada da hər halda evlər təmir olunur. İndi gedirik, burada bibimgilin evi var. Artıq buradadılar, yaşayırlar. Onlara gedirik. Bibimgilin həyətidir. Şəhid ailəsi olduğuna görə seçimlə alıblar. Bibimin yoldaşı şəhid olub. Bu şəkildə belə bir buradan balkonu var. Çox qəşəng mənzərəsi var. Buradan baxanda çox qəşəng görsənir. Buradan da aşağı düşürsən, qəşəng hovuzu falandır. Ehtiyatlı ol, yıxılar həmsə. Belə aşağıda da belə hələ yeni köçdükləri üçün tam yerləşə bilməyiblər. Hər şeyləri var, yəni sanitar qovşaq falan. Belə burada həyətidir. Biraz həyəti balacadır. Amma belə qəşəkdir. Xeyirli uğurlu olsun inşallah. Hər kəs Qarabağda öz evində sağcanla salamat yaşasın. Belə. Maraqlı burada nəsə düzəldiblər. Çox qəşəng görsənir daşdan. Yəqin çay kimi bir yerdir. İndi isə sizə təqdim edəcəyim yer həmin bu binaların içində olan otaqlardır, mənzillərdir. Çox möhtəşəmdir, genişdir, böyükdür. Bir çox insan sual verir ki, əgər belə yaxşı idisə, niyə Hadrutdan seçdiniz? Birincisi, biz seçim etdiyimiz zaman bu evlər hazır değildi. İkincisi də burada iş adamları rahat şəkildə otura bilər, bina evini sevən insanlar otura bilər. Ancaq mən həyət evini sevirəm və əkin işlərlə məşğul olacağım üçün bu evin nə qədər gözəl olsa da torpaq olmadığı üçün mənə çətin olardı. Yenə də kimlər yaşayacaqsa xeyirli uğurlu olsun. Bəzən insan deyir elə kaş oranı seçərdim. Çox iş olanda, amma yenə də çox şükür təbii ki olduğumuz hər yer bizim vətənimizdir. Allah dövlətimizə can sağlığı versin, ordumuzu qorusun. Bu gün dövlətimiz bizə çox böyük dəstək oldu. Bu yerlərdə yaşayıb yaşayışımızı təmin etməyimiz üçün belə gözəl evləri bizlərə təqdim edir. Həqiqətən də yenə də vurğuluyorum, çox geniş və böyükdür. Özünüz də zaten görürsünüz. Çox da keyfiyyətli təmir olunub deyərdim. İnşallah ki zamanla heç bir problemlər çıxmaz. Çıxsa da ki Allah özümüzün canımızı sağ etsin, yavaş-yavaş yaradıb yenə quracağıq. Xocavəndin həyət evlərində bir çox insanlar yaşayırdı. Hətta boş ev axtardım ki, girim videosunu çəkim. Düzün desəm, heç girə bilmədim, çünki çoxunda insanlar yaşayırdı. Xocavənddə olan həyət evlərdə möhtəşəm. Zaten şəhid ailəsi üçün olan bir evdə paylaşdım. Burada yenə Xocavənd rayonunun mərkəzi
zamanla qurulacaq və həmçinin burada bir çox mağazalar, marketlərin açılışı olacaq. Artıq fəaliyyətə verilib. İnşallah ki, xeyirli uğurlu olar hər birimiz üçün. Beləcə videomuzun sonuna gəlirik. Videonun sonunda da bizim əslən yurdumuz Xocavənd rayonunun Əmrallar kəndidir. Onu qısaca göstəririk qıraqdan. Təbii ki, biz əslən ora aidik. Hara düşsək belə, yenə də ora bizim yurdumuzdur. Videomuz maraqlı oldusa bəyənib, bu kimi videoların davamı üçün səhifəmizi izləməyi unutmayın. Həmçinin şərhləriniz də mənim üçün maraqlıdır. Hər birinizin şərhlərinizi tək-tək oxuyuram. Mütləq şərh bildirməyi də unutmayın. Burada Xocavənd rayonunun Əmrallar kəndidir. Qıraqdan görüntüsünü çəkmişəm. Möhtəşəm görsənir.